Dostlar, biz Bremen şəhərinə gəldik. Burada aktiv qrupla birgə təbii ki və eyni zamanda ZTF korporasiyasının dəvəti ilə burada, bu şəhərdə hazırda gördüyünüz bu məkan, bunun arxa hissəsində Mercedes-Benz'in yığım prosesi gedir. 4 model burada nəzərdə tutulub və biz onları hazırda mümkün qədər bilirik ki, hamısını çəkməyə icazə verməyəcəklər, amma proseslə bağlı sizə indi yavaş-yavaş çəkib göstərəcəyik. Biz indi gedirik Mercedes-Benz'in zavod, belə deyək də, burada Bremen şəhərində yığıldığı zavoda qarşıda gördüyünüz kimi və oradan nə bacarsaq çəkəcəyik, çünki icazə vermirlər. Mercedes-Benz'in deməli Avropada istehsal olunan, yəni daha doğrusu Bremen'də istehsal prosesidir. Gördüyünüz kimi burada daha çox C-klasslar üzrə ixtisaslaşıb. Mən çəkilişə icazə yoxdur, bacardığım qədər nələrsə göstərməyə çalışacağım sizə. Hazırda istehsal prosesini biz buradan izləyirik. Zborka, yığılma prosesi gedir. Deməli, burada C-klass yığılır, GLS-lər yığılır. Sonra Y-klass bir ədəd var, yəni yığılan modellərdən və kabriolet modeli. Hazırda bax, orada yığım prosesi gedir, görürsünüz. Gördüğünüz kimi insan faktoru yoxdur burada. Yalnız robotlar işləyir. O həmin robotları idarə edən proqram da orada. Yəni insan faktoru sıfırdır da, gördüyünüz kimi. Və biz hələ irəliləyən prosesləri də bacardığımız qədər çəkəcəyik. Bu nəyici səhvdir? Bacardığım qədər gözdən yayınıb nələrsə çəkməyə çalışıram dostlar. Yəni icazə yoxdur çəkilişə. Amma bu prosesi görməmək və görüb göstərməmək günahdır. Görürsünüz? Bəli, və onlar gəlirlər, ona görə mən gərək dayandırım çəkilişi. Bizə bələdçilik edən İrland əsilli, deməli, bu zavodun texnik mühəndisi deyir ki, gündə təsəvvür edin, bu zavod Almaniyanın Bremen şəhərində, bax bu zavod 1700 ədəd Mercedes-Benz istehsal edir gün ərzində. Təsəvvür edin. Burada durmadan iş gedir. Təbii ki, insan faktoru var. İnsanlar burada müəyyən operator vəzifəsində çalışırlar, amma gördüyünüz kimi işi görən robotlardır. Soruşa bilərsiniz ki, robotlar necə tanıyırlar detallı falan. Bunun da öz sirləri var. Yəni mən bunu mümkün qədər göstərməyə çalışacağım sizə. Orada xüsusi, belə deyək, Morse əlifbası kimi də deməli, voltların yerləri və s. onlar onun sayından bilə bilirlər ki, neçə, bu hansı detaldır və hara yerləşdirilməlidir. Qapılar. Burada artıq avtomobillər son prosesə gedirlər deyəsən. İndi danışacaq bizə bələdçimiz. Yığım gedir. Mercedes-Benz. Burada artıq başqa cür yığımdır. Hər şey dəqiq vaxtla gedir. Görürsünüz, yuxarıda monitor var. Monitor hazırda neçə nə proses gedir, say baxımından hamısını göstərir. Təkər necə qoyulur avtomobilin üzərinə.
Gözlə görürsən ki, bunlar səndən bir 2 əsr qabaq. Bu dişə sopası var olur. Dərhal vuruldu və salam. Gözlə görürsən ki, bunlar səndən bir 2 əsr qabaq. Oturacaqlar qoyulur. Zavodun, istehsal gedən zavodun, daha doğrusu yığım gedir də belə deyək. Bayırdan görünüşüdür. Ofisləridir. Buraya da zavodun ərazisidir. Bu avtobus yalnız zavod daxili işləyir. Və biz indi yenidən qayıdırıq seminarın keçiriləcəyi yerə.